Salam əziz şagirdlər. Bugün buraxılış imtahanına düşə biləcək ən vacib sualları sizinlə birlikdə izahını verəcəm. Vaxt itirmədən gəlin başlayaq suallara. Deməli, bizə birinci misalımız bu formada təqdim olunub. İlk əvvəl burada görürəm ki, AB ifadəsi var. Bunu natural ədədin açılış şəklində yazacağam. Deməli, bunu yaza bilərəm 10A üstəgəl B. Digər tərəfdə məxrəcdəki BA ifadəsini də 10B üstəgəl A şəklində açılışını yazsam, bu ifadələrin hər birini sürət və məxrəclərdə uyğun olaraq əvəzləsəm, 10A üstəgəl B və kənarda A var, üstəgəl A. Məxrəcdə 10B üstəgəl A və kənardakı B-ni unutmuruq, üstəgəl B bərabərdir 5-ə. Deməli, bilirəm ki, 5-in məxrəcində mənim görmədiyim 1 var. Çarpaz vurmaqla ifadəni həllinə davam edirəm. Deməli, surətdə 11A üstəgəl B-ni vuracam 1-ə. Məxrəcdəki 11B üstəgəl A-nı 5-ə vuracam. Birbaşa vurursam 55B üstəgəl 5 alınır. A-ları bir tərəfə yığıram, B-ləri bir tərəfə yığıram. Deməli, 11A burada 5A-nın işarəsi müsbətdir. Bərabərliyin sol tərəfinə keçirdikdə işarə avtomatik olaraq dəyişəcək. 55B B-nin işarəsi burada müsbətdir. Sağ tərəfə keçirdikdə işarəsi dəyişəcək. Deməli, burada oldu 6A bərabərdir 54B. Deməli, hər tərəfini 6-ya ixtisar etsəm, A bərabərdir 9B ifadəsini almış olaram. Deməli, burada B-nin ala biləcəyi yeganə qiymət 1-dir uşaqlar. Nəyə görə? Çünki mən B-nin yerinə 2 qoysam, 9 vurulsun 2, 18 olacaq. Bu 18 isə mənim rəqəmim deyil. Rəqəmlər 0-dan başlayıb 9-da bitməlidir. Deməli, burada yeganə mənim şərtimi ödəyəcək ədəd 1-dir. Deməli, B-nin yerinə 1 qoysam, B-ni 1 qəbul etsək, A olacaq 9. Və məndən istəyirdi ki, A üstəgəl B cəmini tapım. A-nı 9 tapdıq, B-ni isə 1 tapdıq. Cəmi eləyəcək 10. Deməli, birinci sualın cavabı oldu C bəndi. Davam edirik növbəti sualla. Deməli, bizə belə bir ifadə verilib uşaqlar. Lövhəni təmizləyək sürətli formada. Deməli, bizə belə bir ifadə verilib. A bölünsün B bərabərdir 6 bölünsün 7. Əkub AB minus əbub AB bərabərdir 205 olarsa, A üstəgəl B cəmini hesablamağımızı istəyir. Çarpaz vursaq, deməli, 7A bərabərdir 6B-yə. Deməli, bunu A-nı buradan mən götürə bilərəm. Seçmə üsulu ilə 6K, B-ni də 7K götürə bilərəm. Yerinə qoysam, əkub 6K 7K minus əbub 6K 7K bərabərdir 205-ə. Deməli, 6 və 7K-nın əkubu bilirəm ki, 42K eləyir. Ardıcıl gələn ədədlərin əkubu onların hasilinə bərabərdir. Ardıcıl gələn ədədlərin əbubu onların bərabərdir. Deməli, buradan da əbubu K aldım. 1K 205-ə bərabərdir. Buradan 42K-dan K çıxdıqda 41K bərabərdir 205 alınır. K vurğunu tapan zaman 205-i bölürük 41-ə. Cavab burada 5 eləyəcək. K-nı 5 aldım. K-nı 5 aldımsa, gəlib yerinə qoyuram. 6K olacaq 6 dəfə 5 30, 7K olacaq 7 dəfə 5 35. Və məndən nə istəyirdi? Məndən istəyirdi ki, A üstəgəl B cəmini tap. Yəni 30 üstəgəl 35-in cəmi eləyəcək 65. Bu sualın da cavabı C bəndi oldu. Davam edirəm 8-ci sualdan uşaqlar. Deməli, A ədədi verilib mənə natural bölənlərin sayı şəklini göstərməliyim. İlk əvvəl bu ədədi, mürəkkəb ədədi varsa sadə vurğulara ayırmalıyam. 6 nədir? 6 2 vurulsun 3 şəklində yazacağım. Üstündə 4. 5-in kubu vurulsun 2. Deməli, 2-nin qüvvətində burada 1 var və bilirəm ki, bu mötərizəni açsam, 2 üstü 4 vurulsun 3 üstü 4 şəklində açılacaq. Vurulsun 5-in kubu, vurulsun 2 üstü 1. Deməli, 2 üstü 4 və 2 üstü 1. Vurma əməlinə görə əsasları eynidirsə, qüvvətlər toplanır.
4 üstəgəl 1 şəklində yazdım. 3 üstü 4-dən 1 dənədir. 5-in kubundan 1 dənədir. Deməli, bu elədir 2 üstü 5, 3 üstü 4 və 5-in kubu. Natural bölənlərin sayını tapmaq üçün belə bir düstur var. Deməli, qüvvətlərdəki hər bir ədədin üzərinə 1 gələcəm və onları bir-birinə vuracam. 2 üstü 5-də 5-in üzərinə 1 gələcəm, vurulsun. 3 üstü 4-də 4-ün üzərinə 1 gələcəm. 5-in kubunda 3-ün üzərinə 1 gəlib, hesablayıb bunları bir-birinə vuracam. 6 vurulsun 5, vurulsun 4. 30, 30'da 4'e vuranda 120. Cavab oldu A variantı. Deməli, davam edirik növbəti sualla. Deməli, traktor birinci gün sahənin 5'də 2 hissəsini. Yazıram bura birinci gün. Deməli, birinci gün. Bir dəqiqə gözləyin uşaqlar. Birinci gün 5'də 2 hissəsini, 5'də 2 qız. İkinci gün qalan hissənin 3'də 1 hissəsini şumladı. Deməli, ümumi sahəni bilmirəm nə qədərdir. Ümumi sahəni götürək x. Ümumi sahə x qəbul etsək. 5'də 2 x-i şumlandı birinci gün. İkinci gün isə qalanı tapan zaman ümumi sahədən birinci gün şumlandığı sahəni çıxıram. 5'də 5 x-dan 5'də 2 x-i çıxacam. Bu elədir 5'də 3 x. Deməli, ikinci gün 5'də 3 x hissəsi şumlandı. Deməli, 5'də 3 hissəsi şumlanıb. Qalan sahə 5'də 3-dür. Qalanın 3'də 1-i şumlandı. Deməli, ədədin hissəsinin tapılmasıdır. 5'də 3 x-in 3'də 1 hissəsini tapacam. Deməli, burada x-lar, 3'lər ixtisar gedəcək. 5'də 1 x qalacaq. Deməli, ikinci gündə 5'də 1 hissəsi şumlanıb. Məndən deyir ki, şumlanmamış sahə, 40 hektar sahə şumlanmamış qaldı. Bütün sahə neçə hektar idi? Deməli, şumlanmış sahəni, baxaq. Şumlanmış sahələri toplayaq. 5'də 2 x birinci gün şumlanan sahədir. 5'də 3 x isə 5'də 1 x isə ikinci gün şumlanan sahədir. Ümumi 5'də 3 x hissəsi şumlanıb. Şumlandı. Şumlanmamış nə qədər qalacaq? Deməli, ümumidən 5'də 3-ü çıxacaq. Qalacaq 5'də 2. 5'də 2 x hissəsi mənə verilib 40 hektardır. Buradan x-i tapanda mən 40'ı vuracam 2'də 5'ə. 40'dan 2 ixtisar gedəcək. 20'ni də vuracam 5'ə, eləyəcək 100 hektar. Ümumi sahə mənim deməli 100 hektarlıymış. Bu da oldu D bəndi. Davam edirəm növbəti sualla. Hesablamadır. Deməli, diqqətlə baxaq. İlk başdan biraz mürəkkəb görünsə də uşaqlar, əslində o qədər də qorxuducu misal deyil. Bir-bir mötərizələrin içini hesablayaq. Bilirəm ki, bu biri 2'də 2 şəklində yaza bilərəm. 2'də 2 ilə 2'də 1-in cəmi məxrəcləri eyni olduğuna görə 2'də 3 vurulsun. Burada məxrəci uyğun şəkildə 3'də 3-dən 3'də 1-i çıxanda 3'də 2, 4'də 4-ün üzərinə 4'də 1 gələndə 4'də 5, 5'də 5-dən 5'də 1 çıxanda 5'də 4 bu formada nəhayət nə alınacaq? 100'də 100-ün üzərinə 100'də 1 gələndə 100'də 101 alınacaq. Deməli, baxsam ki, burada bu 3 ilə bu 2'lər ixtisar gedir, 2'lər ixtisar gedir, 5 ilə 5, 4 ilə 4. Bu formada davam edəcək. Nəhayət, mən 100'də 101 kəsirini alacam. Bunu da düzgün olmayan kəsiri qarşı qədədə çevirəndə sürət məxrəcə bölünür. Tam isə qalacaq 1 tam, məxrəc olduğu kimi qalır. Alınan qalığı isə sürətə yazırıq. 1 tam 100'də 1. Cavab olacaq C bəndi. Davam edirik növbəti sualla. Deməli, sinifdə 28 şagird var. Ümumi şagirdlərin sayı mənə verilib 28. Daha 7 qız da gəldikdən sonra oğlanlar qızların 5'də 2 hissəsi oldu. Əvvəlcə sinifdə neçə qız var idi? Deməli, ümumi şagird sayı 28 idi. 7 qız da gəldi, oldu şagird sayı 35. 35 şagird var sinifdə.
Deməli, oğlanlar qızların 5də 2 hissəsini təşkil edir. Deməli, qızlar 5də ümumi 5x imiş. 5x qızları qəbul edək. Oğlanlar da 2x olacaq. Bunların cəmi elədi 5x-la 2x-i topladıqda 35-ə bərabərləşdirməliyik. Sinifin ümumi sayına. 7x bərabərdir 35 qəbul edirik. Buradan x-i tapırıq 5. X-i 5 tapdıqda yerinə qoysam, deməli 25 qız olacaq sinifdə. 5 vur 5, 25. 25 qız sonradan olub 25 qız. Əvvəl neçə qız var idi? Neçə qız gəlmişdi? 7 qız gəlmişdi. Deməli 25-dən gələn qızların sayına çıxacaq, eləyəcək 18 qız. B variantı. Davam edirik növbəti sualla. Deyir ki, məxrəci 135 olan neçə düzgün ixtisar olunan kəsir var. Deməli, məxrəci 135 olmalıdır. Düzgün kəsir olmalıdır. Ən böyük düzgün kəsirimiz 134-dür. Deməli, 135-dən 1 çıxanda ümumi 134 dənə düzgün kəsirimiz var. Gəlin 135-i sadə vurğulara ayıraq. 135-i 5-ə böldükdə qalır 27. Deməli, 5 vur 7, 35. 5 dəfə 27 də bilirəm ki, 3 üstü 4-dür. 3-ün kubudur. Üzülü sayın 3-ün kubudur. Bunu yaza bilərəm ki, deməli, ixtisar olunmayan kəsirlərin sayını tapmaq üçün belə bir düsturumuz var. Bir bərabərdir. 135 vurulsun. 1 çıxılsın 5. 5də 1. 1 çıxılsın 3də 1. Deməli, 135 vurulsun 5də 4. Vurulsun 3də 2. İxtisar eləyirəm. Qaldı burada. 135-i 5-ə böləndə 27 qaldı. 27 ilə də 3 ixtisar etdikdə 9. 9 vur 4, 36. 36-nı da 2-yə vuranda 72. Deməli, ümumi uşaqlar 72 ixtisar olunmayan kəsirimiz var. İxtisar olunanı tapan zaman düzgün kəsirlərdən çıxmalıyam. Düzgün kəsiri soruşur mənə. Deməli, 134-dən 72-ni çıxmalıyam. Çıxdıqda 4-dən 2 çıxanda 2. 13-dən də 7 çıxanda 6. Deməli, ümumi 62 ixtisar olunan kəsirimiz var. Davam edirik növbəti sualla. Hesablayın deyir. Gəlin baxaq. 18-də 1, 54-də 1, 108-də 1 və 180-da 1. Hər birinin ortaq vuruğu 18-dir. Buradan baxanda, deməli, hər birini 54-ü 18 vurulsun 3 şəklində yaza bilərəm. 108-i 18 vurulsun 6 şəklində yaza bilərəm. 180-i isə 18 vurulsun 10 şəklində yaza bilərəm. Görürəm ki, hər birinin ortaq vuruğu nədir? 18. 18-də bir ortaq vuruq kimi çıxarsam uşaqlar. Gəlin çıxaraq. 18-də 1 vurulsun. Burada qaldı 1. Üstə gəl 3-də 1. Üstə gəl 6-da 1. Üstə gəl 10-da 1. Aha, yuxarıdan davam edirəm. Deməli, 18-də 1 vurulsun. 3, 6 və onun əkubu 30-dur. Onu 30 şəklində yazsam, deməli, 3, 6, 1-in əkubu 30-dur. 18-də 1 vurulsun. 18-də 1 vurulsun. Deməli, 1 üstə gəl, ortaq məxrəc 30 olur hər birinə. 30-u 3-ə böldükdə 10, 30-u 6-ya böldükdə 5, 30-u 10-a böldükdə 3 alınır. 18-də 1 vurulsun.
Deməli, 1 üstəgəl 30-da 1 üstəgəl 30-da 18. 1 üstəgəl 30-da 18. Yuxarıdan davam edirəm. 18-də 1 vurulsun. Deməli, bu elədi 1 ilə ortaq məxrəcə gətirsəm 30-da 48. 48 ilə 18-i ixtisar eləsək, hər tərəfini 6-ya, qalacaq burada 8, qalacaq burada 3. Bu da elədi 60-da 30-u 3-ə vurduqda, 3-ə vurduq 90-da. Bizə də hər tərəfini ixtisar eləyirəm 2-yə. 45-də 4 alınır. Cavab olacaq A variantı. Davam edirik növbəti sualla. Deməli, nə deyir burada? Avtomobil sürətini 20% azaldıb. Sürət V sürətdir. Sürəti 20% azaltmaq nə deməkdir? 100 çıxılsın 20 deməkdir. Olub, deməli, bunun sürəti 80%. Gedilən yolu 60% artırıb. Gedilən yol S-dir. 60% artırmaq 100%-in üzərinə 60%-i gələcək. Eləcək 160%. 160%. Sərf etdiyi zaman neçə faiz dəyişəcək? Bilirəm ki, gedilən yolun düstur S bərabərdir. V vur T-dir. T-ni tapan zaman gedilən yolu bölməliyəm sürətə. Yəni 160-ı bölməliyəm 80%-ə. Elədi 2. Deməli, əvvəl mənim T-im 1 idi. Yəni 100% idi. İlkin faizim 100% idi. İndi oldu onun 2 qatı, 200%. Neçə faiz artdı deyəndə mən sonraki faizdən ilkin faizə çıxacam. 100% çıxacam. Deməli, 100% artım var burada. Burada 100% artım var. Deməli, olacaq burada düzgün variant C bəndi. Davam edirik. 6-cı sualla. Deməli, 6-cı sualla davam edirik. Bir ədədin 20%-i digərinin 70%-nə bərabərdir. Birinci ədədim və ikinci ədədim var uşaqlar. Bunun birinci ədədin 20% dedikdə %20x. İxtisarlarını eləsəm 10-da 2, 0-dan 10-da 2x şəklini yazacağım. İkinci ədədim 70%-nə bərabərdir. Bunu da %70 kimi yazsam, %70 y yazaq. İxtisarlarını eləsəm 0-dan 10-da 7 y kimi yazdım. Və deyir ki, birinci ədəd ikinci ədədə bərabərdir. Bərabərliyini qoydum. Bu ədədlərin cəmi 36-ya bərabərdir. Birinci ədədimlə ikinci ədədin cəmi 36-dır. Deməli, 0-dan 10-da 2x-ın bərabərdir 0-dan 10-da 7 y-a. Deməli, bunun hər tərəfini 10-a ixtisar eləsəm, ona vursam, daha doğrusu 2x bərabərdir 7 y-a. Buradan x-i tapdıqda 7-ni 2-yə böldükdə 3,5 y alınır. 3,5 y-dır. Deməli, birinci ədədin yerinə, x-in yerinə 3,5 y, ikinci ədədim y olduğu kimi saxlayıram. Bunların cəmi 36-dır. 4,5 y-ın bərabərdir 36. Y-ı tapanda 36-nı böləcəm 4,5-ə. Bu da eləyəcək 8. Y-ı 8 tapmışamsa mütləq gedib x-i tapmalıyam. 3,5-i vuracam 8-ə. Bu da eləyəcək 5 dəfə 8 40, 8 dəfə 3 24, 4 də yanda 28. Və məndən nə istəyir şərtdə? Bu ədədlərdən kiçik ədədi tapmağımı istəyir. Kiçik ədədim eləyəcək 8. Cavab da oldu C bəndi. Davam edirəm növbəti misalla. Deməli, 10-cu sualda nə deyir bizə? Birinci gün mağazadakı ərzağın 30%. İkinci gün isə qalan ərzağın 20%-i satıldı. Birinci gün 30% satılıbsa, 100%-dən 30% satılıb. Deməli, 70% qaldı. 70% qalıb. İkinci gün qalan ərzağın 70%-in, %70-in 20%-i satıldı. 20% satıldısa, burada 20%-ni tapmıram. Satılanı çıxacam. Deməli, 80% qalıb. %80 x. Bu da x-larını ixtisar eləsəm sıfırlar gedəcək. 0-dan %56x. Mağazada, deməli, ümumi 224 ərzaq qaldı. Bunlar satıldıqdan sonra 0-dan %56x-ın bərabər olduğu 224-ə. X-i tapdıqda 224-ü böləcəm 0-dan %56-ya.
Deməli 224 56-nın özünə bölünür 4 dəfə. Deməli 4-ü də 100-ə vuranda bölmək nə deməkdir? Deməli bunu belə bu formada sadə yazaq. 224 bölünsün 100-56. Böldükdə kəsirlərin sürət və məxrəci birinci kəsir olduğu kimi qalır. İkinci kəsirin sürət və məxrəci yer dəyişir. Deməli 224 56-ya böldükdə 4 qalır. 4 dəfə 100 400. 400 kiloqram deməli birinci mağazada əvvəlcə ərzaq var idi. Deməli uşaqlar davam edirik növbəti sualla. Bizə belə bir ifadə verilib. 4A bərabərdir 5B, o da bərabərdir 6C. Və onların cəmi də 222-dir. A, B, C-nin cəmi 222 olarsa, məndən A minus C ifadəsinin fərqini tapmağımı istəyir. Deməli, baxıram ilk əvvəl 4, 5 və 6-ya. Bunların ilk əvvəl bu ifadələrdə çalışın əkobla yola düşün. Əkob 4, 5, 6 hesablanır. 4, 5, 6-nın əkobu eləyəcək 4, 5, 6-nın əkobu eləyəcək 60. 4 64-ə bölünür, 65-ə bölünür, 66-ya bölünür. Əkobu tapdım 60. 4A bərabərdir 60K-dır. 5B bərabərdir 60K. 6C bərabərdir 60K. Buradan A-nı tapanda 4-ü neçəyə vuranda 60 eləyəcək? 15. B eləyəcək 12K. C eləyəcək 10K. Və burada mənə cəmi verir. Onların cəmi 222-dir. 15K üstəgəl 12K üstəgəl 10K bərabərdir 222-dir. 27, 37K bərabərdir 222. Buradan K-nı tapanda 7 dəfə. 7 dəfə 6, 42, 4 yadda. 7 dəfə 3, 18. 18-in üzərinə 4 gələndə 222. K-nı tapdım 6. Gəlib yerinə qoyuram. 15K olacaq. 6 dəfə 5, 90. 6 dəfə 12, 72. 6 dəfə 10, 60. Deməli, A minus C fərqi isə A-dan C-ni çıxdıqda A oldu 90, C oldu 60. 60-dan 90-dan 60-ı çıxdıqda cavab 30 eləyəcək. Y variantı. Davam edirik növbəti sualla. Deməli, düzbucaqlının eni uzunluğunun 40%-ni təşkil edir. Eni uzunluğun 40%-ni təşkil edir. Məsələn, uzunluq x-dır, eni onun 40%-ni təşkil edir. Bu eləyəcək %40x. O da yaza bilərəm 0,4x. Və sahəsi verilib. Sahəni tapanda bilirəm ki, n uzunluğa vurulur. X-i vuracam 0,4x-a bərabər eləyəcək 250 kvadrat santimetr. Deməli, 0,4x kvadratı bərabərdir 250. X kvadratını tapdıqda 250 bölünsün 10-4. Deməli, uşaqlar davam edirik növbəti sualla. Bizə belə bir ifadə verilib. 4A bərabərdir 5B, o da bərabərdir 6C. Və onların cəmi də 222-dir. A, B, C-nin cəmi 222 olarsa, məndən A minus C ifadəsinin fərqini tapmağımı istəyir. Deməli, baxıram ilk əvvəl 4, 5 və 6-ya. Bunların ilk əvvəl bu ifadələrdə çalışın əkobla yola düşün. Əkob 4, 5, 6 hesablanır. 4, 5, 6-nın əkobu eləyəcək. Deməli, 90-ın özü. Mən 90-a yolla. 4, deməli, uşaqlar, 4, 5, 6-nın əkobu eləyəcək 60. 64-ə bölünür, 65-ə bölünür, 66-ya bölünür. Əkobu tapdım 60. 4A bərabərdir 60K-dır. 5B bərabərdir 60K. 6C bərabərdir 60K. Buradan A-nı tapanda 4-ü neçəyə vuranda 60 eləyəcək? 15. B eləyəcək 12K. C eləyəcək
10k. Və burada mənə cəmi verir. Onların cəmi 222-dir. 15k üstəgəl 12k üstəgəl 10k bərabərdir 222-dir. 27, 37k bərabərdir 222. Buradan k-nı tapanda 7 dəfə. 7 dəfə 6, 42, 4 yadda. 7 dəfə 3, 18. 18-in üzərinə 4 gələndə 222. K-nı tapdım 6. Gəlib yerinə qoyuram. 15k olacaq. 6 dəfə 5, 90. 6 dəfə 12, 72. 6 dəfə 10, 60. Deməli, A minus C fərqi isə A-dan C-nə çıxdıqda A oldu 90, C oldu 60. 60-dan 90-dan 60-ı çıxdıqda cavab 30 eləyəcək. Y variantı. Davam edirik növbəti sualla. Deməli, düzbucaqlının eni uzunluğunun 40%-ni təşkil edir. Eni uzunluğun 40%-ni təşkil edir. Məsələn, uzunluq x-dır, eni onun 40%-ni təşkil edir. Bu eləyəcək %40x. O da yaza bilərəm 0,4x. Və sahəsi verilib. Sahəni tapanda bilirəm ki, en uzunluğa vurulur. X-i vuracam 0,4x-a bərabər eləyəcək 250 kvadrat santimetr. Deməli, 0,4x kvadratı bərabərdir 250. X kvadratını tapdıqda 250 bölünsün 10'da 4. 10'da 4'ə vurmaq, 10'da 4'ə bölmək, 4'də 10'a vurmaq deməkdir. 250 vurulsun 4'də 10. Deməli, ixtisar eləyək. 25'də 4 6 dəfə. Görüm. 2500. Aha. Deməli, buradan x kvadratını tapanda 250 bölünsün 0,4'ü 10'da 4 kimi onluq kəsir şəklindən adi kəsir şəklinə çevirirəm. Kəsirlərin bölünməsidir. Bölmə işarəsi vurma ilə əvəz olunur. Digər kəsirin sürət və məxrəci yer dəyişir. Deməli, buradan 2500'ü böləcəyik 4'ə. 25'də 4 6 dəfə, 6 dəfə 4 24, 10'da 4 2 dəfə. 4 dəfə 2 8, ondan da 8 çıxanda 2, 20'də 4 5 dəfə. Deməli, x kvadratı mənim 625'dir. 625 bilirəm ki, 25'in kvadratıdır. X aldım 25. Və məndən nə istəyirdi uşaqlar? Bu düzbucaqlının perimetrini tapmağımız istəyir. X-im 25'dirsə, 25'i vuracam 0,4'ə. Onda 4'ə vurmaq. İxtisarlarını eləsəm, burada qalır hər tərəfini 5 ixtisar eləyəndə 2, burada 5. 5 dəfə 4 20, 20'ni 2'yə böləndə 10. Deməli, perimetrdə P bərabərdir 2 vurulsun en üstəgəl uzunluq. Yəni 25 üstəgəl 10. 35 vurulsun 2, cavab 70 santimetr. Bu da oldu Y variantı. Ümid edirəm uşaqlar, dediklərimin hər biri aydın oldu. Nəsə başa düşməsəz, kommentlərdə qeyd edə bilərsiniz. Sağ olun.